Son illər ərzində Azərbaycanda 10 yeni ali təhsil müəssisəsi yaradılıb. 10. İllər, son 20 il ərzində onların bir neçəsi xarici tərəfdaşlarla birlikdə. Məsəl üçün, ikisi Rusiya ilə, biri Fransa ilə, biri Türkiyə ilə, biri də İtaliya ilə. 5, qalanı da özümüz, o cümlədən Xankəndi Universiteti. Bu, dövlətin niyyətidir, dövlətin siyasətidir. Təhsilin keyfiyyətinin artırılması, müəllimlərin sosial təminatı və peşəkarlığın artırılması, test sistemi və s. Bütün bu faktorlar bir məqsədi güdür ki, cəmiyyət savadlı olsun və bilikli. Ancaq o halda biz uzun müddətli inkişafa nail ola bilərik. Yox, onda neftimiz, qazımız qutarandan sonra biz çox ağır vəziyyətə düşə bilərik. Amma biz indi öz xalqımızın, dövlətimizin gələcəyini 10 illiklər, 100 illiklər bundan sonra görməyə çalışmalıyıq. Ona görə bu sahə həddindən artıq vacib sahədir. Və ümid edirəm ki, aparılan islahatlar yaxşı nəticələrə gətirib çıxaracaq.